Uşaqlarınız çipsini, makaronu, şirniyyatı, tortu çox sevirmi? Əgər çox sevirsə, siz də buna imkan verirsinizsə ki, əşi uşaqdır, yesin də nə olacaq ki? Böyük səhv eləyirsiniz. Çünki uşaqlarınızın müxtəlif orqanları yavaş-yavaş zəifləyir. Harvard Tibb Məktəbində aparılan bir araşdırmaya görə, bax bu cür qidalanan uşaqlar, çipsi ilə, makaronla, şirniyyatla qidalanan uşaqlarda vitamin və mineral əksikliyi yaranır. Çünki karbohidratdır bunlar, tərkibində də vitamin və minerallar nə gəzir ki? Üstəlik bu cür qidalanan uşaqlara ev yeməkləri artıq dadlı gəlmir. Əslində onların iştahı da olmur. Sadəcə olaraq zövq üçün yeməyə başlayırlar. Yəni bu əsas aclıq deyil, zövq aclığı yaranır. Ona görə də bu uşaqlar gücsüz, halsız olurlar. Zamanla uşaqların orqanizmi təbii aclıq hissiyatını itirir. Yalnız və yalnız keyfinə bir şey düşəndə çips yemək istəyir, tort yemək istəyir, şirniyyat yemək istəyir və yaxud da makaron yemək istəyir. Ona görə də uşaqlarınızın ev yeməyinə həvəsi yoxdursa, iştahı yoxdursa, bir tədbir görmək lazımdır. Bu halda trimetavit köməyə gələ bilər. Trimetavit iştah açıcı bir sirobdur. Tərkibindəki siproheptadin sayəsində təbii aclığı bərpa eləyir. Eyni zamanda tərkibindəki B qrup vitaminləri də qanın yaranmasına səbəb olur və eyni zamanda sinir sistemini də stimullaşdırır. Şərbət formasındadır. Yeməkdən 30 dəqiqə əvvəl qəbul edilməlidir. Təbii ki, həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videonu bəyənməyi unutmayın.